Günlərin bir günü bir qadın hava limanına getmək üçün bir taksi saxlayır. Taksidə əyləşir və yol boyu ətrafı izləyə-izləyə hava limanına çatmağı gözləyir. Sürücü çox səliqə ilə sükanı idarə edir, avtomobili idarə edir və anidən yolun ortasında qarşılarını sürətlə keçmək istəyən qara bir maşın kəsir ki, onun etdiyi manevr qəza şəraiti törədir. Çox sürətli davranan və çox cəld davranan taksi sürücüsü həmən əyləci sıxaraq maşını saxlayır. Hər an qəza baş verə bilərdi. Əgər sürücü biraz ləng davransaydı, maşınlar toqquşmuşdu. Bu məqamda qarşı tərəfdəki sürücü maşından boylanır, qışqırır, bağırır, əl-qol hərəkətləri ilə eyni zamanda da səsli şəkildə təhqiramiz sözlər işlədir. Taksi sürücüsü maşını pəncərədən çıxarıb, hər şey qaydasındadırmı, salamatçılıqdırmı deyə soruşur. Sərnişin təəccüb keçirir. Elə bilir ki, sürücünün başı xarab olub və özünü saxlamadan sürücüdən soruşur. Siz nə edirsiniz? Biz az qala öləcəkdik. O səsini başına atıb, amma siz sakitcə deyirsiniz ki, hər şey qaydasındadırmı? Yolunuz açıq olsun. Sürücü səbirlə dərindən nəfəs alır və özünü sərnişinə dönüb söyləyir. Bəzi insanlar daxillərini kin, nifrət, əsəb, aqressiya ilə doldurublar. Bütün uğursuzluqları, bütün özgüvənsizlikləri, bütün qırğınlıqları ta təpələrinə qədər, zibil qutusu qədər doludur. Onlar həyatın müxtəlif məqamlarında qarşılarına çıxacaq bir insanı gözləyirlər ki, bütün aqressiyalarını onlara boşaltsınlar. Bu mənimlə əlaqəli bir şey deyil, qarşı tərəfin problemidir. Odur ki, mən ona mümkün qədər səbirlə davranmalıyam və anlamalıyam ki, bu hadisə mənə yönələn bir hadisə deyil. Şəxsin özünün psixoloji vəziyyətinin gərgin olduğunu göstərən bir hadisədir. Bəli, onun hərəkəti mənim həyatımı təhdid edir, təhdid altında saxlayır. Belə bir ifadə var, eşitmisiniz. Sənin cahilliyin mənim həyat keyfiyyətimi zədələyir. Bu da onun kimidir. Həmin insan ta təpəsinə qədər zibil qutusu kimi özünü aqressiya ilə doldurduğu halda saldırmağa, içərisindəki nifrəti, kini qusmağa mütləq bir obyekt axtarır. Həmin obyekt siz ola bilərsiniz. Və həmin an qarşı tərəfin keçirdiyi vəziyyəti, psixoloji vəziyyəti anlayıb, mümkün qədər kənara çəkilməlisiniz və öz səbrinizi, öz münasibətinizi idarə etməyi bacarmalısınız. Və çalışmalısınız ki, peşəkar insanlar bunu belə edirlər, çalışmalısınız ki, həmin aqressiv hərəkət, həmin təhdidyana, təhqiramiz sözlər sizin həmin gününüzdəki keyfiyyəti zədələməsin, əhval-ruhiyyənizi zədələməsin. Çünki buna psixologiyada çöp qutusu qanunu deyirlər, yəni zibil qutusu qanunu deyirlər ki, bu qanun onu göstərir ki, həmin insan ta təpəsinə qədər, təpəsindən dırnağına qədər aqressiya, əsəb, özünü idarə edə bilməmək, kin və nifrətlə doldurubdur. O, siz olmasanız da başqa bir şəkildə, başqa birinə eyni şəkildə münasibəti göstərəcəkdir. Yəni, bu sizinlə bağlı olan bir məsələ deyil, şəxsin özü ilə bağlı məsələdir. Çalışın, onun təsirinə düşməyin, bütün gününüzü məhz o kiçik epizoda görə məhv etməyin. Öz psixoloji sağlamlığınızı qoruyun və toksik insanlardan uzaq durun. Sizə psixoloji sağlam olmağı arzulayıram, dəyərli izləyicilərim.